5 dəqiqə mənə vaxt verin. Görür bir qadın su aparır evinə. Yanında da yetim uşaqlar. Uşaqlar ağlayır. Qadın da deyir, Allah neynəsin, əlləyə bilmirəm. Göndərdi yoldaşımı döyüşə, öldü, indi heç maraqlanmır. Həzrət Əli bunu görür. Deyir, xanım ver, suyu mən aparım. Çinini alır, suyu aparır, xəlifəliyi dövrüdür. Aparır evinə. Gecə yata bilmir, səhər durur, cəmbil götürür, qida ilə, yeməklə, çinini alır, gəlir. Sahabələr deyir, icazə verin, biz aparaq, deyir, qiyamətdə mənim yükümə aparacaqsınızsa, indi də aparın. Qapını döyür, xanım deyir, kimsiz? Deyir, dünənki o Allah bəndəsi. Deyir, Allah səndən razı olsun, amma Əlidən şikayət eləyəcəm qiyamətdə. Deyir, zəmbili gətirir, qoyur, oturur. Deyir, uşaqlara sən baxırsan, ana yoxsa mən baxım. Ya sən yemək pişir, mən uşaqlara baxım, ya əksinə. Deyir, yemək pişirməyə, çörəyi mən pişirərəm. Özü də ət hazırlayır. Oturur, deyir, bir əli ilə verir uşaqlara, yedizdirir. Deyir, Əli üçün dua eləyin, Allah əlini bağışlasın. Dua eləyin, Allah əlinin günahından keçsin. Belə bir söz eşitmişəm Həzrət Əlidən. Deyib, yetimlərə deyir ki, sizdən soruşsalar, yetimsiz deməyin yetimi. Atavuz var, deyin var, Əlidir bizim atamız. Bunu mən təzə oxumuşam, bu hədisi. Deyir, psixoloji köməkdə yetim uşağa. Biri var təkcə maddi, biri var yetimlik. Ürəklə deyin ki, bizim atamız var. Biz atasız, sahibsiz deyilik. Deyir, yedizdirir onları, ağlayır, ağlayır. Əlini halal eləyin. Əli səhlənkarlıq eləyib sizin barınızda. Halbuki heç bir səhlənkarlıq eləməyib. Özü üçün döyüşə aparmayıb. İslam mənfəəti üçün, İslam üçün döyüşüb. Şəhid olub. Bacardığı qədər də ancaq heç rəva bilməyib bir dəfə doyunca yesin ki, az var ölkəmdə. Bu cür imamdır bu. Deyir, yedizdirir onları. Sonra deyir ki, ey Allahın bəndəsi, ana deyir, gəl təndiri qala, təndiri yandır, çörəyi yapım. Yandıranda deyir, yaxınlaşdırır özünü oda, deyir, ey Əli, dad bu odu, dad. Qiyamətdə yetimlərə bican olanlar bu odda yanacaq. Deyir, bu məqamda qonşu gəlir, görür, tanıyır. Deyir, bilirsən bu kimdir? Deyir, yox Allah bəndəsi. Deyir, Əmirül Muminindir, Əli ibn Əbi Talib. Deyir, vay, ağa çox utandım, üzr istəyirəm, həya elədim.